Müəllim bizi çağırmışdınız. Gəl nə? Gəl. Buna da 43 manatlıq seti götürüb 80 manat vermirsən. Ay müəllim, sizə qurban olaram. O kabinetə mən baxmamışam, mən almamışam ha. Kim verir? Ay müəllim, mən baxmışdım ora. Gördüm imkan adam oxşuyur. Dedim 13 nəfər var, 45 yaş tapmış. Həbbi, sən vermirsən, sevgə imkanlı adam olub. Bana da dünəlləri götürürsünüz, ikinci mərtəbəyə qalxanda yeməyi dağıtmışsan yerə. Ay müəllim, sizə qurban olaram. Mən dağıtmamışam ha. Mənim xəbərim yoxdur ondan. Bə kim dağıdıb? Ay müəllim, mən çıxanda dağıtdım. Niyə? Saçım dağılmışdı. Onu belə düzəltmək istəyəndə töküldü. Həbbi. Buna da bu günlər saat 3-də gəlmirsən işə. Ay müəllim, sizə qurban olaram. Saat 8-in yarısından buradayam mən. Ay mən gəldim bu günlər gec. Bir həftədir ayağıma dırnaq qaynağına yazılmışdım. Ona görə bir həftə gözləmişdim. Nə böyük şey olub ha. Sənə söz deyirəm. Bir də ondan çepə görsəm səni işdən çıxardacam. Eşitdin məni? Ay müəllim, sizə qurban, bu eləyir məni niyə çıxardırsınız işdən? Keçə bilmirəm onunla. Ona da bir də səhv eləməsin. Çıx bayra. Səninlə kayfın yamandır mənimlə